Salam, kanalıma xoş gəldiniz. Bugün bəylik xoncasını hazırlayırıq. Ən çox sual verilir ki, bəylik xoncasına nələr gedir? Təbii ki də bu fərqli ola bilər. Hər kəs imkana görə nə istəyir ala bilər. Elə bir şey yoxdur ki, hər şey olmalıdır. İstədim sizə qısa da olsa nə gedir içərisinə göstərəm. Gördüyünüz kimi kosmetika və paltarlar daxildir. İndi gördüyünüz kimi videoda gedir, baxa bilərsiniz. Yaylıqdır, corabdır, tapışka, daraq və kosmetikalar və sair vasitələr gedir. Bu isə hamam xələtidir. Belə atdım göstərəm, maraqlı olsun, bəlkə kimsə alır. Kosmetika isə ən çox istifadə olan bəylikdə Nivea firmasıdır. Ən çox alınan Nivea olunur. Baş qırxan, üz qırxan, yəni bəylər üçün istifadə olunur. İstəsəz fen də ala bilərsiniz. Yəni bu alınır, baş qırxan maşını. Videoda nə lazımdır bəylik xoncası üçün göstərdim. Qısa da olsa baxdınız. İndi isə bunları qablaşdırıb paketləyirik. Yəni sərgəli korobkaların içinə yığırıq ki, korobka sayımız çox olsun və qəşəng görsənsin korobkamız. Bu korobka rəngi isə xanım tünd rəngdə istədi. Yəni mavi və açıq mavi istədi və dekorlar olsun deyə kağız olsun istədi. Hamısını qutulara yerləşdirdikdən sonra isə bunları bəzəmə hissəsi qaldı. Bir də ki, xanımlar çox vaxtı hansısa bəylik xoncasını bəyənib bizə atırlar ki, bundan olsun kopya. Təbii ki də kopyası ola bilməz. Yəni iş gedişatına baxır, fərqlilik olur. Yəni eyni ola bilməz heç bir şey. Yəni nəsə özün bir nəsə hazırlayırsan, baxsan ki, eyni deyil. Bu tünd kağızdır. Birinci aşağı hissəni tünd rəngdə edirik ki, tünddən açığa doğru getsin. Çox uzun olmasın deyə istədim bir korobkanı necə bəzədiyimizi göstərəm. Yəni sonra isə kənarlarına belə lentlər vurduq ki, səliqəli görsənsin.
Bu da yazılı dekorla olan kağızımızdır. Kanalıma abunə olub və like verməyi unutmayın ki, daha çox belə videolar gəlsin. Karobkaları birinci yerləşdiririk ki, üzərinə necə durduğunu görək və sonra isə kleyləyirik. Kley həmişə istifadə edəndə nə qədər çox töksəz, o qədər kobud olur. Yəni biraz sıx kley töksəz yetər. Bu isə kosmetika səbətimizdir. Və hazırdır. Gördüyünüz kimi çox möhtəşəm çıxıbdı. Canlıda daha gözəldir məncə. Bu kosmetika səbətidir. O birisi isə bəylik xonçamızdır. Necə gözəl olduğunu yəqin ki görürsünüz. Əgər bəyəndinizsə də kanalıma like verib abunə olmağı unutmayın. Hələlik.